Əmanə imamımızın zuhurunun təcilinə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvat edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah-li sadri və yessir li əmri və hlul uqdeten min lisani yefqahu qawli. Allahümme rzuqni fihi rahmetel eytam ve it'amet ta'am ve ifşa'es selam ve sohbetel kiram bitevlike ya melce'el amilin. Amin ya Rabbel alamin. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə və bizi canlı vasitəsilə olduqları yerdən izləyən hər kəsə. Allah'tan diləyək etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimizə üz tutaraq, əl açaraq etdiyimiz bütün duaları ali dərəcədə qəbul eləsin. Amin. Və bu ayda bizə sona dək mənəvi, ruhi baxımdan güc, qüvvət versin ki, bu ayın bütün savab və fəzilətlərini əldə edən bəndələrdən olaq inşallah. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, bir daha Rəbbimizə sonsuz həmdlər, sənalar, şükürlər olsun ki, bu rəhmət, bərəkət, məğfirətlə dolu olan bir ayın sübhünün bu çağında ömürdən bizə möhlət verərək, boynumuza minnət qoyaraq, bir daha belə bir fürsətdən yararlanmağı bizə imkan verdi. Biz bu sübhümüz üçün, bu anımız üçün və mübarək Ramazan ayında Rəbbimizə əl açaraq dua etmə iznini bizə verdiyinə görə biz nə qədər şükür etsək, yenə azdır. Yalnız və yalnız Rəbbimizə şükürümüzün tam yerinə yetirə bilməməyini acizanə biz etiraf edə bilərik ki, Allahım, etiraf edirəm ki, sənin mənə verdiyin neymətlərin qarşılığında sənə layiqincə çox sağ ol deyə bilmirəm. Sənə layiqincə həmd-ü səna edə bilmirəm. Sənə layiqincə təşəkkür edə bilmirəm. Yalnız biz öz acizliyimizi və tam Allahın bizə verdiyi neymətlərin qarşılığında şükürünü yerinə yetirə bilmədiyimizi etiraf etməliyik. Ənənəvi olaraq hər gün, hər səhər günün duasının izahı barəsində danışırıq. Bugün artıq mübarək Ramazan ayının 8-ci gününün duasının izahı barədə söz edəcək, danışacaq. Günün duasında 4 ifadə keçir. Yəni 4 qısa dua edirik. Allahümmə rzuqni fihi rahmetəl eytam. Ey mənim Allahım, bugün məni yetimlərə nəvaziş edən, yetimlərə mərhəmət edən, onlarla rəhimlə davranmağı mənə nəsib etkinən. Və it'amət ta'am. Allahım, bugün mənə yoxsul insanlara onların yeyə biləcəyi, onların ehtiyaclarını qarşılayacaq neymətləri, ruziləri onlara verməyi mənə nəsib etkinən. Allahümmə rzuqni fihi ifşa'es salam. Allahım, bugün mənə sənin dostlarına salam verməyi, salih insanlara salam verməyi mənə nəsib etkinən. Və sonuncu duamızda Allahümmə rzuqni fihi sohbetel kiram bitevlike ya melce'el amilin. Ey arzu edənlərin son sınağı, arzu edənlərin son pənahı, son ümidi, son yeri olan Allah. Bugün mənə salih insanlarla, sənin dostlarınla dostluq etməyi, onlarla yoldaşlıq etməyi, onlarla həmsöhbət olmağı
mənə nəsib etginən. Amin, ya Rəbbəl aləmin. Sözün həqiqi mənasında çox zəngin bir duadır. Hər cümləsi bir ümman, bir xəzinədir. Elə ilk olaraq ilk duamıza dönüş etsək, Allahım, bugün məni yetim insanlara nəvaziş etməyi, yoxsul insanlara əl tutmağı nəsib et. Baxsaq, bu iki zümrə ilk nöqteyi nəzərdən çox, belə deyək də, insan baxışı ilə baxsaq, sanki məhrum insanlar, atılmış insan kimi görünə bilər. Yəni, yetim insanlar və bir də yoxsul. Bu bizim duamızdır ki, Allah heç bir körpəni, uşağı atasız, anasız eləməsin. Heç bir uşağı az yaşlı vaxtından atasız, anasız, yəni bizim öz dilimizdə olan yetim etməsin. Zaten insan neçə yaşında olursa olsun, istənilən yaşda olmasına rəğmən atanı, ananı itirəndə insan yetim olur. Yəni, ola bilər ki, sənin məsələn 50 yaşın var, ata 70 yaşında, məsələn 20 yaşında ailə qurub sən dünyaya gəlmirsən. Və yaxud sənin var 60 yaşın, məsələn, atanın, ananın var 86, məsələn, 90 yaşı, yenə sən həmin yaşda atanı, ananı itirəndə özü yetim hiss eləyirsən. Amma o yaşda atanı, ananı itirməklə 4-5 yaşında atanı, ananı itirməyin fərqi var. Fərqi təbii ki, ata-ana varlığına görə bəzən 3-4 yaşında uşaq 50-60 yaşında atanı, ananı itirdiyi qədər mənəvi cəhətdən necə bir neymət əlindən gedib, uşaq onu dərk eləmir. Amma uşağın narahatçılığı nəvaziş baxımındandır. Çünki bütün canlılar, bütün varlıqların sevgiyə, məhəbbətə, şəfqətə, nəvazişə ehtiyacı var. Bunların içərisində insan faktorunun daha çox ehtiyacı var. İnsan içərisində azyaşlı körpənin daha çox ehtiyacı var. Diqqətə, qayğıya, nəvazişə. Sevgi, məhəbbət, nəvaziş, diqqət, qayğı insanın yaşama simvoludur. İnsana motivasiya verir. Müəyyən sıxıntılar, çətinliklər olanda sevgi, diqqət naminə onu ötürə bilirsən, aşa bilirsən, keçirə bilirsən. Amma sevgi, məhəbbət, diqqət olmayanda yaranan xırda problemlərdə böyük görürsən. Xırda maneələr sənə ağır və böyük gəlir. Amma sevgi, məhəbbət olanda sən onu ona qurban verə bilirsən, fəda edə bilirsən. Məsələn, ananın övladına ki olan qarşılıqsız fədakarlıq hissi, duyğusu ki var, ananın başına görsən nə çətinlik gəlsə, deyir, qurban olsun balama, qurban olsun balalarıma. Yəni, sevgi, məhəbbət o çətinliklərə sinə gəlməyi, o çətinliklərin öhdəsindən gəlməyi ona güc qüvvət verir. Ona görə qeyd etdim ki, atanın, ananın itirilməsi istənilən yaşda elə övladın yetim qalması anlamına gəlir. Ayətullah Şeyx Səduq əleyhir-rəhmən haqqında yazırlar. Anası dünyasını dəyişəndə Şeyx Səduq əleyhir-rəhmənin 86 yaşı var. 100 neçə yaşında anası dünyasını dəyişib. 86 yaşında özü olanda anasını itirib, anasının dünyasını dəyişib. Özü təşəyyü aləminin çox görkəmli alimlərindəndir. İmam Zaman əleyhissalamın o Qeybət-i Suğrasına ən yaxın elmi əsəri olan bizim məzhəbimizdə böyük şəxsiyyətlərdəndir, əzəmətli alimlərdəndir. Deyirlər ki, bu uşaq kimi hönkür-hönkür ağlayırmış. Özü 86 yaşı. Tələbələri, şagirdləri gəlir, deyir ki, ustad, bəs
Bizim atamız, anamız dünyasını dəyişəndə bizə deyirdin ağlama və sözün niyə ağlayırsan? Deyir, biraz da. O görərsən adam özünü sıxıb, saxlayıb, kövrəlib bir söz deyəndə biraz da uşaq kimi ağlamaya başlayar. Deyir, ağlaya-ağlaya bizə dedi ki, siz bilmirsiniz, mən necə bir niməti əlimlə vermişəm. Başlayır, o yaşda olmasına rəğmən, deyir, mən bir iş görəndə, o işdən qəlbim narahat olanda, nigaran olanda ki, görən Allah məni bağışlayar, bağışlamaz, gəlib bu yataqda o xəstə olan anama deyərdim ki, ana, məni dua elə. Deyir, anam məni bir ağız dua eləyərdi. Anamın o duasından sonra qəlbimə bir sərinlik, aramlıq gələrdi. Mən əmin olardım, o Allah ki, mən onu tanıyıram, o Allahı ki, mən etiqad eləmişəm, əqidəm var. Əmin olurdum ki, o Allah bu yataqda olan bu yaşlı anamın duasını mənim barəmdə etdiyi bu duanı heç vaxtı geri çevirməz. Deyir, mən indi ağlayıram ki, başıma belə hadisə gəlsə, kimə gedib deyəcəm, məni dua eləsin, qəlbim aramlıq tapsın. Ona görə atanın, ananın dünyasını dəyişməsi sanki bir mənəvi sayə var sənin başının üstündə. Sanki bir mənəvi ilahi tərəfdən səni qoruyan bir varlıq var. Amma düzdür, belə baxanda, misal üçün, hər gün danışmasan da və yaxud hər gün görməsən də, amma o dünyasını dəyişəndə necə bir boşluğa düşdüyünü atasını, anasını əlindən verənlər bilər. Atasını, anasını itirənlər bilər. Demək, duanın əsas qayəsi Allahım, bugün mənə yetimlərə nəvaziş etməyi və yoxsul insanlara mənə verdiyindən bölüşməyi, paylaşmağı, onlara ehsan və infaq etməyi nəsib etdiyə dua edirik. İlk baxışdan bu iki zümrə çox aciz görünsə də, amma əslində bu iki zümrə digərlərinin imtahan sualının cavabıdır. Allah adildir, zalim deyil. Allah mərhəmətlidir. Allah atanın, ananın övladına şəfqət məhəbbətindən öz yaratdıqlarına şəfqətli və məhəbbətlidir. Bizim üçün az yaşlı vaxtında atasını, anasını itirən uşaq çarəsiz bir vəziyyətdə olduğu göründüyü halda, yoxsul insanların səfil həyatı keçirib, o narahatlığını görüb, narahat olduğumuz halda necə mərhəmətli Allah buna yol verə bilər? Bu, yalnız başqalarının imtahan sualıdır ki, onunla necə rəftar edəcəklər? Var, dövlət, sərvət çoxluğu ilə də imtahandır. Yoxluğu ilə də imtahandır. Çoxluğu imtahandır ki, Allah yoxsulu qapıva sənin ünvanına göndərər. Verərsən, verməzsən imtahanındır. Yoxsulluq da insanın özünə də səbrin imtihanı ola bilər. Başqalarının imtihan sualı bu mənada ki, qapıva gələndə onu necə yola salacağın, sənin imtihanın sualı onun sənin qapından necə dua eləyə-eləyə, yoxsa elə qəlbi qırıq, məyus halda getməsi ilə imtihan sualının cavabıdır. O nöqteyi nəzərdən günümüzdə dua edirik ki, Allahım, bugün mənə yetimlərə nəvaziş etməyi və yoxsul insanlara əl tutmağı. Qeyd olunur, Peyğəmbər salavatullah hədislərin birində buyurur, Əttuhibbu ən yəlinə qəlbuk və tadruka hacətək. İstəmirsinizmi ki, qəlbiniz yumşalsın və hacətiniz, dualarınız qəbul olsun? O zaman irhamil yetimə vamsah rəsəhu
və ət'imhu min ta'amikə yəlinu qəlbuk və tadruk hacətək. İstəyirsənsə qəlbin aramlıq tapsın və duaların həyata keçsin, dua etdiyin dualar qəbul olsun, o zaman yetimlərə rəhm et, onların başına məhəbbətlə əl çək, sığal çək və öz yediklərinizdən onlara da yedirdin. Öz yediklərinizdən onlara da verin, onlarla bölüşün və paylaşın. O zaman qəlbiniz, yəni belə olduğu halda qəlbiniz yumşalar və istəkləriniz, dualarınız Allah dərgahında rəva olar. Demək, bizim qəlbimizin aramlıq tapması, dualarımızın qəbul olmasında yetimlərə nəvazişli olmaq, onlarla mərhəmətlə davranmaq bizim dinimizin əsas qayələrindəndir. Üçüncü hissəsində və ifşa əs-səlam və sohbətəl kiram. Allahım, bugün mənə salam verməyi, salih insanlarla dostluq, yoldaşlıq etməyi nəsib etkinən. Hədislərdə qeyd olunur, وَلِسَّلَامِ سَبْعُونَ سَبَابًا تِسْعُ وَسِتُّونَ لِلْمُبْتَدَئِ وَالْوَاحِدْ لِلرَّادِّ. Salamın 70 savabı var. 70 qeyd etmişik ki, ərəb düşüncəsində, xalq, millətlər arasında likəthrətil ədəd, ədədin çoxluğunu ifadə edir. Məsələn, Quran-ı Kərimdə Tövbə surəsində belə bir ayət-i şərifə keçir ki, Allah Teala Peyğəmbər sallavatullaha buyurur ki, əgər müşriklər gəlib 70 dəfə də səndən bizi bağışla deyə istəsələr, istiğfar etmələrini bağışlamaram. Yəni, burada onun göstəricisidir ki, bizdə, məsələn, dilimizdə var, deyil, mən 100 dəfə dedim, amma bir faydası olmadı. Çoxluğu ifadə edir. Və burada da buyurur ki, salamın 70 savabı var. Yəni, bu mənada ki, salam verməyin çox savabı var, çoxluğu ifadə eləmək üçün. Buyurur, salamın 70 savabı var, onun 69'u salamı verənindir, biri isə alanındır. Baxın, bizim dinimizdə salam vermək şəriət hökmlərinə görə müstəhəbdir, amma cavabını almaqsa vacib bir hökmdür. Salam verməsin, günah iş görmürsən, amma biri salam verdi, hətta namaz üstündəsənsə gərək cavabını neyniyəsən? Alasan, qaytarasan, verəsən. Yəni, müstəhəbbin burada savabı vacibdən daha artıqdır. Bilirsinizmi niyə? Çünki birinci salam verən insan nəfsini aran insandır. O egoist insandır, xütbəsənd insan deyil. Görürsən, bəzi insanlar birinci salam verməyə, məsələn, fikirləşir, o kim, mən kim? Mən ona niyə salam verməliyəm? Hətta verməsi qalsın bir yana, bəziləri görürsən, salam versən, salamı almağı özünə ar bilir ki, məsələn də, mən onun salamını niyə al? Vermək ki, heç bir yana. Bəzən görürsən, almağı belə. Yəni, biri salam verəndən sonra içindən gəlməsinə məcbur olur. Görürsən, ala xətrün qalmasın, ya görüşür, ya salam verir. Bilirsən ki, yəni içindən gəlmir də. Demək, əgər bir insan öncədən qarşı tərəfdəkinə salam verirsə, bu mütəvazı insandır, kibr əhli deyil, yəni təkəbbürlü bir insan deyil, egoist insan deyil, mütəvazı insandır. Hədislərdə keçir ki, mən təvazəə rəfəə. Hər kəs təvazökar olsa, sadə, səmimi olsa, o ucalar və yüksələr.
O səbəbdən çalışağın salam verməkdə hər kəsi qabaqlayın. Hətta qeyd olunur ki, sahabələr yarışa keçərdilər, yarışa çıxardılar. Peyğəmbər salavatıllaha salamı birinci verməkdə hədislərdə var, tarixdə yazırlar. Bir dəfə də olsun bir sahabə heç zaman Peyğəmbər salavatıllaha salam verməkdə onu qabaqlamadı. Həmişə Peyğəmbər salavatullah salam verməkdə və bir də salam verəndə onu gözəl şəkildə, salam veriləndən daha gözəl şəkildə qaytarmaq lazımdır. Quran-ı Kərimdə Nisa surəsinin 86-cı ayəsində var: "Və izə huyyitum bi tahiyyatin fahayyu bi ahsana minha." Əgər sizə biri salam verdisə, siz onun salamını daha gözəl ona qaytarın. Çünki həqiqətən Allah hər bir şeyin hesabını aparandır. Çalışağın bir-birimizlə qarşılaşanda salamlaşaq. Çünki salamlaşmaq məlun şeytanın üzünü yerə sürtməyə bərabərdir. Daxilimizdə olan o kinin, küdurətin aradan getməsinə səbəb olur. O əl sıxmaq görürsən ki, nə gözəl adətdir, nə gözəl sünnədir ki, məsələn, namazdan sonra insanlar, möminlər bir-biri ilə görüşür. Əgər birinə qarşı qəlbində bir narahatlığın varsa, bir dəfə, iki dəfə görüşmək, qarşı-qarşıya gəlmək, o qəlbindəki o soyuqluq aradan gedər, qəlbindəki narahatlıq və günümüzün son duası Allahümme rzuqni fihi sohbətəl kiram. Allahım, bugün mənə sənin dostlarınla dostluq etməyi, sənin dostlarınla həmsöhbət olmağı, yoldaşlıq etməyi mənə nəsib etkinən. Bu çox mühüm duadır. Doğrudan da bizə tövsiyə ediblər ki, Allah dostu ilə dost ol ki, Allah da sənin dostun olsun. Yəni, əgər sən Allahı xatırladan və daima Allahı yad edən birisi ilə dost olmuş olsan, elə Allah da sənin dostun olar, sən də Allah dostu olarsan. Və dost seçəndə də gərək Allah dostları ilə dostluğu seçim edək. Çünki insan, kişi öz dostunun dinindədir deyə belə hədis varımızdır. İstər-istəməz hər gün bir yerdə olsanız, bir yerdə oturanda, əgər onun fikri və əqidəsi zaydısa və tutduğu yol səhv yoldursa, o hər dəfə deyə-deyə səni də fikrindən yayındırıb, səni də yolundan azdıra bilər. Ona görə Ər-rəcülü alə dini xəlilihi, kişi, insan öz dostunun dinindədir deyə hədis şərif varımızdır. O səbəbdən çalışağın dostluq etdiyimiz insanlarda diqqətli olaq. Çünki belə bir tələbəlik illərində 96-97-96-cı ili, təqribən bir 30 ilə saxman bundan öncə ilk tələbəlik illərimizdə bir şeir oxumuşdum. Görüm tam yadıma düşsə deyəcəm, məzmununu bilirəm. Buyurur ki, yar-ı bəd belə başlayır. Yar-ı bəd bədtər buvəd əz mar-ı bəd. Mar-ı bəd tənha bərcan zənəd. Yar-ı bəd həm can, həm iman zənəd. Şeir belədir. Pis dost, pis ilandan, əfi ilandan da pisdir. Diqqət elə. Yar-ı bəd, bədtər buvəd əzmar-ı bəd. Pis dost, əfi ilandan da, pis insandan da pisdir. İkinci bəndində izah eləyir. Mar-ı bəd, tənha bərcan zənəd. Nə qədər zəhərli ilan olursa olsun, o səni çalsa, vursa, zəhərləsə, sənin canın əldən gedər. Vurdu, elə yerində də öldün. Düzdür? Yar-ı bəd,
bərcan və həm iman zələt. Amma pis dost həm canı alar, həm də imanı əlindən alar. Yəni, həm ölərsən, həm də imansız dünyadan gedərsən. Ona görə pis dost, pis ilandan da pisdir. Ona görə dostluq eləyəndə kimlə oturdur elədiyinin, kiminlə dostluq etdiyinin fərqinə varmalısan. Allah bizi bu günün duasında deyildiyi kimi, ilk öncə bu ay sosial bir ay, paylaşma ayı olduğundan, bölüşmə ayı olduğundan bizi bu ayda yetimlərə nəvaziş göstərənlərdən qərar versin. Allahım, bizi bu ayda yoxsul, imkansız insanlara bizə verdiyin nemətlərdən əl tutmağı, onlara kömək etməyi, yardım etməyi nəsib etkinən. Allahım, bizlərə daima salamı birinci verməyi nəsib etkinən. Allahım, sənin dostlarınla dostluq etməyi, sənin dostlarınla həmsöhbət olmağı, bir sözlə səni xatırladan insanlarla daima bir olmağı hər birimizə nəsib etkinən. Etdiyimiz duaların və söhbətin ilahi dərgahında qəbuluna və ruhumuzda, mənəviyyatımızda təsirinə Muhammed o ali Muhammedə üç ucalı Muhammedi səlavat zikr elə. Allahümme salli ala Muhammed.